Herkese salam. Bugün sizlərə Ramazan süfrələrinin vazgeçilməzi olan Ramazan pidesi hazırlayırıq. Qeyd edim ki, stəkan ölçüsü 200 ml-dir. Bir qaba ilıq süd, ilıq su, şəkər tozu, maya, duru yağ və duz əlavə edib maya həll olunana qədər qarışdırırıq. Ələnmiş unu hissə əlavə edib yumuşaq xəmir yoğururuq. Qeyd edim ki, unun keyfiyyətinə görə miqdarı dəyişə bilər. Ona görə də hissə əlavə etməkdə fayda var. Mən ümumilikdə 400 stəkan yarım un əlavə etdim. Nəticədə yumuşaq, ələ yapışmayan xəmir alındı. Xəmirin üzərini streslə örtüb 2 qat qabarana dək mayalandırırıq. Mayalanan xəmirin havasını alıb təxminən 1-2 sm qalınlığında yayırıq. Yağladığım qaba yerləşdirirəm. Xəmirə zövqə görə forma vermək olar. Daha sonra qabın üzərini streslə örtüb 40 dəqiqə daha mayalandırırıq. Üzəri üçün un, su və yumurta sarısını topaq qalmayana dək qarışdırırıq. Qarışdırdığımız məhlulu mayalanan xəmirin üzərinə çəkirik və üzərinə zövqə görə küncüt və ya çörək otu səpmək olar. Əvvəlcədən 190 dərəcədə qızdırılmış sobada üzəri qızarana dək bişiririk. Pambıq kimi yumuşaq və çox dadlıdır. Hazırlayacaq olan hər kəsə nuş olsun. Bizi izləməyi unutmayın.